Əqailin sizə Axundov kitabxanası haqqında qısa bir məlumat vermək istəyirəm. Axundov kitabxanası 1923-cü ildə yaranmışdır. 1923-cü ildə yaranmışdır və 5000-dən çox nəşrləri vardır. Bu Azərbaycanda mən sizə Əlincə qalası kitabxanası haqqında danışmaq istəyirəm. Əlincə qalası kitabxanası çox qədim bir kitabxanadır. Bu kitabxanada dini və poetik əlyazmalar vardır. Mən Aşurbanipal kitabxanası haqqında danışmaq istəyirəm. Bu kitabxana gil lövhələrlə, yəni oradakı əsərlər gil lövhələrdə yazılmışdır. Həmçinin o qədər qədim kitabxanadır ki, eramızdan əvvəl 7-ci əsrdə yaradılan kitabxanadır. Bu kitabxananın qurulmasını istəyən Ayşə Əlisoy, bugün dünyanın ən böyük kitabxanası olan Amerikanın ABŞ Konqres kitabxanası haqqında danışmaq istəyirəm. Bu kitabxana 1800-cü ildə yaranmışdır. Orada 150 milyondan çox kitab bulunmaqdadır. 310 milyondan çox əl yazma, 170 milyondan çox əşyalar var orada. Bolqarıstandakı Sahil kitabxanası haqqında danışacağım. Bu Sahil kitabxanasında siz kitabları götürüb sahildə dağlanan səsini dinləyə-dinləyə rahat bir şəkildə oxuya bilərsiniz. Həmçinin bu Bolqarıstanın ən böyük sahillərindən birində yerləşir. Anvar Kərimlidir. Mən sizə Azərbaycanın ilk kitabxanası haqqında danışacağam. Azərbaycanda ilk kitabxana 18-ci əsrdə yaranmışdır. Kitabxananın adı Nərimanovdur. Orada kitabların tarihi, keçmiş haqqında öyrənir. Evində kitabxana. Mən Abbas Sənəm. Mən dünyanın ən müasir kitabxanalarından biri haqqında danışacağam. Dünyanın ən müasir kitabxanalarından biri Stuttgartda yerləşən Stuttgart kitabxanasıdır. Bu kitabxana 1901-ci ildə Almaniyanın Stuttgartda bugün sizə Haskell kitabxanası haqqında danışacağım. Haskell kitabxanası Birləşmiş Ştatlar və Kanada arasındakı beynəlxalq sərhəddə yerləşən unikal bir binadır. Binanın içərisində döşəməyə vurulmuş qara xətt Kanada və Amerika sərhədlərini ayıran yerdir. Buradakı Hüseyndir. Bugün dünyanın ən qədim kitabxanalarından haqqında danışacağam. Bu kitabxananın adı Babeldir. Babel kitabxanasında hər cür kitab var. Amma kitablar real hadisələrə əsaslanmış kitablar, hər cür hərflərdə kitablar. Bugün turistlərin ən çox xoşladığı kitabxana haqqında danışacağam. Kitabxananın adı Auroradır. O kitabxana çox cəzbedicidir. Bütün gedən turistlər oraya xoşlayır. Babel kitabxanasında belə mənasız yəni kitablar var, amma çoxsu mənasız deyil. O kitabxananın içində yəni çoxlu müxtəlif hərflər var. Həm də bu kitabxanada insanlar gedir və